Quran bizə mizanlar təqdim edir, düz düşünmə mizanları. Dinin əsas işi budur ki, fikrimizi düzəltsin bizim. Düşüncə xarab oldusa, insan səhv düşünməyə başlayır. Elə bilir ki, cəmaat hamısı keyfdədir, mən bədbəxtəm. Bu səhv zehniyyətin nəticəsidir. Elə düşünür ki, filan məqama əldə eləsəm keyfdəyəm, səhv düşüncədir. İnsanın düşüncəsi səhv olsa, zehniyyəti xarab olsa, özünü olduğundan daha üstün bilir, daha yaxşı bilir. Bu da təkəbbürə gətirib çıxarır. Danışanda elə demir. Deyim, mən günahkar, mən zəlil, mən heç kiməm. Amma ürəyində deyir, yox, o qədər də günahkar deyil. Günahkar kimi göstərim, özümü desin, nə təvazökar adamdır. Mən bunu keçmişdə demişəm, o qədəri var, zəng gelir ki, mesaj yazır. Mən günahkarı dua elə. İndi hünərim var bu günahkara bir dənə səhvini denəm.